Qənaət olmadan investisiya mümkün deyil. Bir insanın pul qazanması asandır. Amma o pulu xərcləmək çətin məsələdir. Hər birimizin xərclərimiz var təbii ki. Qayğılarımız var, ailə qayğıları, iş qayğıları, gündəlik xərclər, sosial həyatımız və s. Bu xərclərin balanslı şəkildə aparılması, vaxtında qeydlərin aparılması və ehtiyac duyulmayan xərclərin o sıranın, listin içindən çıxarılması artıq bir qənaətdir. Yəni, mən 25-26 yaşına qədər bu sahənin dərinliklərini bilmədiyim üçün çox uğursuz bir maliyyə hədəfləri formalaşdıran, hətta formalaşdıra bilməyən, maliyyə hədəfinin nə olduğunu bilməyən bir insan olmuşam. Mən bu qabiliyyətlərə daha əvvəlindən yiyələnmiş olsaydım, şəxsi maliyyə formalaşdıran insan olardım. Ona görə də uşaqlar kiçik yaşlarından, 11, 12, 13 yaşlarından artıq maliyyənin nə olduğunu, pulun nə olduğunu dərk etməlidirlər. Hər sahə üzrə övladlarınızın inkişaf etməsinə bir yol açın. Siz yol açdıqca övladlarınızın inkişafını, özgüvəninin artmasını, lider ruhlu bir gənc olaraq yetişməsinin şahidi olacaqsınız. İlkin modulda maliyyə, növbəti modulda texnologiya, üçüncü modulda soft skills, yəni yumuşaq bacarıqlar, dördüncü modulda isə biznes öyrənəcəklər uşaqlar. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Görüşənədək sağ olun.